Salam aleykum, yeni vlogumuza xoş gəlmişsiniz. Necəsiz? Biz yaxşıyıq. İnşallah ki sizlər də yaxşısınız. Hal-hazırda Sədərəydəyik. Bütün üstünü sürtdü maşına, əlini, üstünü. Salam aleyküm. Kənan neynir burada? İş görürəm, iş. Siz Allah, maşını Sədərəyə də gətirib bizi yenə də iş görür. Gözləyirik ki, kompüterdə işini atsın, sonra gedək. Əbiş üçün gəlmişik paltar almağa. Hə, Bəlfəz. Əbişimin də bir aydır bu, əli belədir. Az qalıb, 3 günə, 4 günə getməliyik çıxartmağa. Yaxşı, inşallah gedək. Bu bayra çıxdı, bu belədir, ancaq yemək istəyir bayırda. Yaxşı da, yaxşı gedirik. Bir boy, ha. Bilmirəm, bura bir adı. Ha. Nə bilim. İstəyirsən götür də. Götürərsən, ha. O şey yerə get baxmaq, vizitkalar prosta evdə qaldı. Sədərəydən at çıxan bizlər. Maşında yedik. Bu seti birinci dəfədə alırıq. Açardım da sosları. Birinci dəfədə alırıq. Yəqin ki, dadlıdır hələ. İndi yedik. Əbəlfəzin şotuna hamımız yedik. Hüseyin, gəl yanıma da qabağa keç, yanımda otur ye. Qiyməti neçəydi? 25 man. Bizə nuş olsun. Göz haqqınızı halalayın. Deməli, xanımlar, Sədərəydə aldıqlarımızı sizə göstərməyi unutmuşam. Orada çəkiliş eləməyi unutmuşam. Evə gəldik. İndi aldıqlarımı sizə göstərim. Bunu elə-belə gündəlik olaraq giyinmək üçün almışam. Bu dəstlərdən yeni almalıyam. Kənan tələsdi, işdən çağırdılar deyə çox gəzə bilmədik. Ona görə də nə tapdımsa tez bazar götürdüm. Bir dənə dəst, belə bir şeydir. Bir də belə bir şortiki var. Belə. Bunu əbəlfəz üçün götürmüşəm. Gündəlik həyətə falan düşəndə giyinməyə. Dənizə gedəndə də giyinə bilər. Daha sonra bizim Sədərəydə keçən dəfə Hüseyin üçün aldığımız mağaza çox xoşumuza gəlmişdi. Oradan getdik, aldıq bu iki dəsti də. Deməli, bir əlimdən çəkib, bir əlimdən göstərirəm. Baxın, belə bir dəsti. İşıq yandırım. Belə ağ köynəkdir. Görürsünüz. Belə cibi, zamıqlı falan var. Belə bir şey. Bunun da altından belə bir şortiki var. Deməli, bu arada bu altda aldığım dəst, bu elə belə gündəlik giymək olan dəst 13 idi, 11 manata verdilər. Bu da 20 manat idi. Şortikidə belə cibli şortiklər var. Əynində qəşəng görsən, inşallah geyindirəndə göstərəcəm. Yəni belə bir gündəlik giyinməyə dəst aldım. Bir də belə bir dəst aldım. Bu bahaydı biraz. Bir dənə qalmışdı deyə bunu endirimdə verdi bizə. Həm də biz daimi kliyentik deyə belə bir şey. Bunu da 25-ə səhv eləmirəmsə. Bunu yenə edirəm, tək qaldığına görə o qiymət oldu. Altından belə bir köynəyi var. Bir də üstündən belə o qədər də qəşəng görsənməyə bilər, amma əynində həqiqətən qəşəng görsəndi. Həm də material olaraq da qəşəngdir, nazikdir. İndi inşallah 1 iyun uşaqlar günündə uşaqları aparacağım inşallah dəniz kənarına. Xalam qızları, mamamgil falan yığışacağıq. Orada həm uşaqlar üçün əyləncə yeri falan olacaq. Həm də aparacağım, gəzsinlər, keyf eləsinlər, biraz bayramdır deyə. Belə. Üstəndə belə bir köynəyi var. Belə bir şey aldım. Bir də bunu Hüseyin üçün götürdüm. Elə-belə zaretkam öldü deyə işıq söndü. Gündəlik həyətə düşmək üçün giyinməyə gəlib. Sonradan peşman oldum ki, 1-2 dənə də gərək götürərdim. Giyinmişdi orada. Tərs yüzü qalıb. Görün bir əlinə çevirə biləcəm.
Özü seçdi valla fasonunu zalını. Belə bir şeydir, yəni gündəlik həyətə düşüb giyinməyə. Bu da 5 manataydı dəstə. Belə bir şey. Və uşaqlara belə bir ayaqqabılar almışam. Yəni ikisi də eynidir. Bu Hüseynə, bu da əbişimə. Belə bir də basanuşkalar aldım. Belə. Salam aleykum, yeni vlogumuza xoş gəlmisiniz. Deməli, hal-hazırda marketdən gəlirəm. Burada belə bir bizim piknik stolumuz var, gördüyünüz kimi. Sonra burada bazarlıq eləmişəm, qoymuşam bura. İndi əvvəlfəzlə gəldim deyə də evə çıxartmadım. Belə abur-cuburlar, bir sürü bir şeylər almışıq. Çay falan içəcəyik həyətdə. Xədicə ilə bir yerdə. İndi onu da vlogumda izləyərsiniz. Yəqin ki, gedirəm süfrəmizi açam. Birazdan görüşərik. Salam aleykum, bir sonraki gündən. Daha salamlar. Nəsə yazılı qıraqda. Nədir bu? Nə yazılır? Əllərimi sil şeyə düşürük, həkimə düşürük. Deməli, bir ay sonunda həkimə gedək. Yaxşı. Bilirəm ki, bir ay nətər keçdi. Valla, bir aydır ki, əvvəlfəz düz bugün bir aydır. Bir həftə 10 gün qabaq olur. Düz əvvəlfəzin bir ay tamam olur. Gedirik, indi deyir ki, əslində bəlkə təzədən gipsə qoyuldu. Bilmirik də necə olacaq. Gedək görək gedişat necə olacaq. Birazdan görüşərik ona görə. Neynisən? Bu da qalıb çarınıcı qaralıb. Getdin səhəri. Get. Get də get gələm. Ne oldu ömrüm? Niye korkursun? Elə beləcə ağlayacaq oraya. Şeylər sağlıqlar yerinə ona görə də. Burada nə olub? Burada nə olub? Bu da bir neçə dişliyib var. İşteyim. Bayetli olub bu günlər. Doğrudan. Cümle çeliyim də. Evet də. Buraya gemi gedir ya indi. O atlarla bilmem. Tezdən yaşına bak. Ayal. Ayak adım da bu. Başını döktür. Başı kaldır. Diyor. Bayaqdan ağlayırdı, indi xırtıldı. Bak, yan. Açanda verəcəksə, bu düzəlməndə görərsiniz. Və son olaraq çıxdıq. Şükür Allah'a. Bir ayın sonunda. Cəmi xəstələrə şəfa versin. Amin. Pis bir şeylər. Ay kana bu niyə belə çəkilişi? Nitdəmir elə bil. Kulağına çəkir. Bu, hə. Sırlar başı. Hə, nəysə, şükürlər olsun çıxartdıq qolundan. Əbiş yaxşısan? Hə? Bayra çıxan kimi bu işi gücəncə oldu. Deməli, hal-hazırda yoldayıq, gedirik hara? Gedirik bu artıq Sumqayıtdayıq. Sumqayıtdayıq. Əbəlfəzi düşürdük evə, nənəsini, Əbəlfəzi Hüseyni. Gedirik Sumqayıtdan bir şey almalıyıq. Onları almağa. Görün nə qəşəngdir Sumqayıt. Mənim telefon kabra ilə çəkirdi. Biraz görüntü kabra
Bir dənə çıxart kabranı çək. Bir dənə saxlayaq, bir də çəkək, siz də fikirlərinizi yazarsınız. Oradan çıxma buradan. İndi baxın siz, görün məncə düzəldi görüntü. İndi bax işıqlardan biləcəm. Hə? Bax, öncə net çəkir. Hə. Fikir versən. Qəşəngdir o belə. Yəni belə bir kabramın arxa tərəfində belə şey var da, üstü bağlıdır. Fikir versən. Aa, buna bax. Hə? Nə idi o? Çıxardırsan bunu. Çıxır o. Çıxdı da. Kley yüzdür üstü. Nəsə, bu belə başqa cür göstərir, tamam. O, kleydi, ona görə belə göstərdi. Nəysə. İndi bir də indi şeylərmiş, üstünü elə belə silmək istirdim ki, kabranın üstündəki bu şeydə Təmiz çəkir. üstünü. Hə, neçə vaxt elə eləyirəm telefondan ki, İşığı telefon yandırım indi bax. çəkmir. Nisbətən əlbəttə ki, daha yaxşıdır. Bir nə üstü də silinməlidir, prosta şey silən evdədir. Üstündə şirəsi qalıb baxın. Deməli şeydir. Hə, əlimdən belə bir damcı yüngül var, bək bastım, gördüm çıxdı içindən. Sən demə o çıxmalıymış. 1 aydan çoxdur mən onu elə istifadə edirəm. Sonra bir dənə belə kənar soxalıq bir dənə bəyaq mənə. Üstündə tarix 2 dənə eyni tarix yazılıb. Dadı da belə dəyişikdir. Tam ananasının dadı gəlmir də. Üstündə ananas mango yazılıb. Bir də turş məzədir. Vaxtı keçsə. Mən bu dedikdə tullamadım. Mən heyfim gəlib pul vermiş. Çox soxdan görəsən də oradan zəhərlənən. Vaxtı keçəndə soxulmamış vaxtı keçəndə görəsən. Məncə əslində kifsiyir, xarab ola bilər. Bunda elə bir şeylər yoxdur. Zəhərlənmə verə bilər. Əgər məncə Mən yəni kifsiyi elə məlumat da eşitməmişəm. Özümdə də o hal olmayıb da. Əgər vaxtı keçmiş, düzdür, srok olursa, deməli vaxtı keçsə məsləhət deyil də. Məncə nə bilim, mən eşitməmişəm belə bir şey. Açanca da yəni. Belə zərətqə mazdı. Orada bilmirəm ki, Araz marketə gedirik şeydə. Bu mən olmazaq telefonum. Araz marketə gedirik. Bir də dedilər ki, maşında tapma da. Nə bilim. Araz marketə gedirik. Buradan niyə dönmədin ki? Buradan. Sorduğum dönmədin. Mən nə bilim sənin yadından çıxıb. Gəlin məni suçladı, gördünüz. Şeydir, zərətqə mazdı idi. Orada Araz marketə gedirik. Çəkiliş edə bilsəm eləyəcəm. Birazdan görüşərik. Axtarsın sən bu. Nə axtarsınız? Bu ipdən deyil, o yox ha. Yox, əşi bu nədir? Qapaqlara bax, Marka aldıq. Belə bir şey aldım. Belə tas aldım. Şu manat oldu, bax, sədərə qiymətinə deyil. Kim aldı? Bu sədərə qiymətinə 2 manat. Evə ziva alıram. Bax da. Deməli orada çəkiliş eləməyi təbii ki olaraq yenə Kənanla o qədər şey mağazada gəzdik ki, çəkiliş eləməyi unutduq. Daha doğrusu artıq çox bacarılı vloqları çəkməyə çalışmıram. Çünki bilirəm ki, siz də yorulursunuz. Ona görə cüzi aldıqlarımızdan cüzi bir hissəsini çəkiliş eləyib göstərdim. Daha sonra evə gəldik, belə bir özbək aşı hazırladıq. 100% reseptini bir neçə dəfə vermişəm vloqlarımda. Çünki biz tez-tez hazırlayırıq, çox bəyənirik ailəvi deyə. Çox da hazırlayıb yeyirik, çox dadlı aşı olur. Həqiqətən çox bəyənirəm. Elə burada göstərdiyim ardıcıllıqla bişiririk. Bizdə elə bir Kənanın xalası Özbəkistanda yaşayır, xalası uşaqları falan. Onlar çox gözəl hazırlayır da, xalasının əlləri superdir, o hazırlamışdı. Bizim üçün əli qolu var olsun. Yəni çox dadlı idi həqiqətən. Yanında da mən staliçini salat elədim, paytaxt salatı, bir də deyir özbək aşının yanında xalası deyir ki, yəni həmişə şey bişirilir. Bu ən sonda görəcəksiniz pomidor xiyar salatı da belə bir salat da hazırladıq, nuş elədik. Göz haqqınızı da halal eləyərsiniz inşallah ki. Reseptdə də yəni gördüyünüz kimi də yəni hazırlanışı da eynidir, bu cür hazırlanır. Belə Allah hər birinizdən razı olsun. İnşallah ki ümidvaram ki sizə də maraqlı bir vlog oldu. Allah hər birinizin kömək olsun. Allah hər birinizin ruzu və bərəkətini bol olsun. Süfrəniz daim dolu olsun inşallah.
İnşallah tez-tez də vloqlarımız gələcək. Xahiş edirəm kanalımıza abunə olmağı unutmayın. Çoxlu like eləyin, rəylər yazın ki, kanalımız biraz daha böyüsün, hər kəsin qarşısına çıxsın. Yəni vloqlarımızı da paylaşsaz, başqa insanlar da bizə dəstək olsa çox sevinərik. Allah hər birinizdən razı olsun. Bir sonraki vloqumuzda görüşərik. Allah'a əmanət olun, sağ olun.